Salam dostlar, bu videonu fizikanın 7. blok imtahanı dəstək videosu olaraq çəkirəm. Bu videoda fizikanın 7. blok imtahanında qarşılaşa biləcəyiniz 3 vacib sual tipinə baxacaq. Suallar bir addım bir şəkildə izah edəcəyim ki, suallarda rahat və daha ətraflı bir şəkildə başa düşə biləsiniz. Bir xatırlatma da edeyim ki, əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videoları aşağı yazmayı unutmayın. O zaman başlayaq. İlk öncə birinci suala, yəni 89 sualın daminə kütləsi 0.2 rəqəm olan top divarı 60 dərəcə bucaqdan bir mütəqəssif toqquşur. Topun atılma sürəti V bərabər 3 metr bölü saniyə olsa, onun impuls dəyişməsi modunu hesablayan ağırlıq vəzinin təsiri nəzərə alınmır. İndi burada baxırıq nəyə? İlk öncə biz burada divarımızı çəkirik. Bu divar olsun. Bu da nə olsun? Top olsun. Topu burada. Və bu top olsun. Bu top gəlir bununla. Bu cür toqquşur divarla. Divarla toqquşur və buradan belə ikinci ayrılır. İndi biz bilirik ki, bizə burada dediyin nədir ki, top divara deyir 60 dərəcə bucağı altına toqquşur. Bu 60 dərəcə topla divarsan bucağı, yəni topun sürət vektoru divarsan bucağı, yəni bu bucağı nəzərdə tutur. Bu bucaq 60 dərəcəyə bərabərdir. İndi mən bu divar bilən perpendikular bələdiyinə xəta ayırsam, mən bilən ki, əgər burası 60 dərəcəsə, bura düşən bucaq nə qədərdir? 30 dərəcəyə bərabərdir. Çünki burası obşur müqdə 90-dır, 90-60 çıxanda bura düşür 30 dərəcə. Bunu burada müəyyən etmiş olur. İndi top divarla mütəqəssiz toqquşursa, mütəqəssiz toqquşma düsturu, yəni mütəqəssiz toqquşursa, o toqquşma zamanı ayrılan impuls dəyişməsi nəyə bərabərdir? Delta P bərabərdir 2P kosinüs alfa, yəni 2MV kosinüs alfa. O da bərabərdir. Deməli 2 vuraq. M nə qədərdir bizə şərtdə verib? 0.1. Baxaq. Təkrar baxaq. Yox 0.2. Baxış inşallah 0.2. Və buraya yazılır 0.2. Vurulsun. V nə qədərdir? 3. Vurulsun. Kosinüs alfa nə qədərdir? Kosinüs. İndi alfa nədir? Alfa yəni düsturdakı alfa əslində topun sürət vektoru ilə perpendikular arasındakı bucaq. Yəni 30 dərəcədir. Ona görə biz alfa yeni yazır 30 dərəcə. 30 dərəcə yazırıq. O da bərabərdir. 2-ni vuran 0.2, 0.4, 3-ə vuran 1.12, 1.12-ni də 0.6-ya vuranda, daha sonra kökdə 3 bölünsün 2-yə vuranda 1.12-ni 2 gedir. Qalır burada 0.6, 0.6 kökdə 3. Yəni cavabımız olacaq burada 0.6 kökdə 3. Bu da hansı variantda var? 0.6 kökdə 3, yəni A variantında var. Deməli sonra sualı bir dənə təkrar izah etmiş olsaq, top divara deyil, mütəqəssiz toqquşur. Mütəqəssiz toqquşmada impuls dəyişməsi delta 1 2 MV kosinüs alfadır. 2 bıraq M 0.2 və 3 kosinüs alfa. Alfanı tapmaq üçün nə edirik? İlk öncə bir dənə divar çəkirik. Və bu da topun sürət vektorudur. Bu top divara toqquşur və ayrılır. 60 dərəcədə şərtdə verən bu 60 dərəcədə yəni top divara deyir 60 dərəcə bucaq altına toqquşur. Yəni bu 60 dərəcə topun sürət vektoru ilə divar arasındakı bucaqdır. Biz də alfanı, yəni topun sürət vektoru ilə perpendikular arasında bucağı tapmaq üçün 90-dan, yəni ümumi dərəcədən 90-dan çıxır 60 idi, bu 30 dərəcə. Demək 30 dərəcəni tapandan sonra alfanı yeni yazırıq 30. Və buradan hesablayanda 1.2 vuraq kök adlı 3 bölü 2, o da 0.6 kökdə 3. Yəni cavabımız olacaq 0.6 kökdə 3, yəni A variantı olmuş olacaq. İndi keçək növbəti sualımıza. İndi ikinci sualına, yəni 18-ci sualına davam edək. İndi isə ikinci sualına, yəni 18-ci sualına davam edək. Vəsir bərabər 30 metr bölü saniyə sürətlə aşağı yuxarı atılmışdır. Yəni kütləli cisim atıldan 2 saniyə sonra daxili partlamanın nəticəsində M1 bərabərdir 2M, M2 bərabərdir M və M3 bərabərdir M kütləli 3 qəlpəyə ayrılmışdır. Birinci qəlpənin V1 bərabərdir V sürəti, ikinci qəlpənin isə V2 bərabərdir 2V sürəti ilə üfüqi istiqamətdə əks tərəfləri hərəkət etdikləri məlumdursa, üçüncü qəlpə necə hərəkət edər? İlk öncə biz burada nəyə baxırıq? Birinci, başının sürətinə nə qədərdir? V0 30 metr bölü saniyə. Və bu cisim də aşağı yuxarı atılır. Aşağı yuxarı atılmada sürət düsturu nədir? Yazıram V bərabərdir V0 çıxılsın JT. Yazıram V0 çıxılsın JT. İndi buradan bir hesablayalım. V0 nə qədər idi? 30 çıxılsın. J olsa 10'dur. 10 olsa hamımız bilir. T nə qədərdir? Baxırıq ki 2 saniyə sonra atılır. 2 saniyə sonra atılırsa T'nin yeni yazıram 2. Evet, yeni 2 yazam olur 30 çıxılsın 20, 30 çıxar 20 bərabər olur 10 metr bölü saniyə. Bu 10 metr bölü saniyə nədir? Partlayışdan sonraki sürət. Yəni bu gəlir, buraya qədər çıxır və burada partlayır. Burada partlayandan sonra burada 3 dənə qəlpə ayrılır. Bu qəlpədən ümumi sürətə cəmi həm bu 10 metr bölü saniyəyə, o 10 metr bölü saniyədə bu 4 kütləli cismin partlayışdan əvvəlki sürətidir. Başa düşdünüzmü yəni? O cür götürək. İndi mən burada impulsu saxlama qanunu yazıram. Yəni P ilk bərabər nə olmalıdır? P sona. Deməli P sona bərabər olmalıdır. P sona bərabər olmalıdır. İndi P ilk nədir? İlkdə olan qəlpə. Yəni ilkdə olan qəlpənin kütləsi nə qədərdir? Yox, P ilk MV-dir. MV-də nədir? Deməli M nədir? İlkin qəlpənin kütləsi. Yəni 4M yazıram bura. 4M vurulsun.
V nədir? Burada tapmalıyız V. Yəni 10 metr bölü saniyə. Dedik axı 3 dənə qəlpənin ümumi sürətləri cəmi 10 metr bölü saniyə barədir. Bu 10 metr bölü saniyədə 4 eyni kütləli cismin sürətinə aiddir. Ona görə yeni yazılır 10 metr bölü saniyə, yəni 10. O da bərabərdir P sona. P son nədir? İndi burada bir hesablayıram. Burada baxıram birincisi 2m vurulsun V. Bunun impulsu nə qədərdir? 2mv. Amma belə bir şey var ki, bu əks istiqamət olduğu üçün bu mənfidir. İndi bu nədir? Deməli m2 bərabərdir m, v2 bərabərdir 2v. Deməli bunun da impulsu 2mv'dir və x oxu, yəni daha sonra bu istiqamət olduğu üçün biz bunu müsbət götürürük. Biz də bilirik ki, bu 2mv, bu da mənfi 2mv. Bunlar bir-birinə kompensasiya edir. Yəni bunlar bir-birini götürür. Deməli bir dənə bu nə qalır? Bunun impulsu. Ona görə bunlar kompensasiya sıfır olanda, yəni kompensasiya sıfır olanda biz bunun yeni yazdığı sadəcə sıfır. Bu bir. İkincisi. Burada da bir dənə m kütləli cisim qalır. Ona görə gəlin üstünə bunun impulsunu m vuraq. Amma bunun sürəti məlum olmadığı üçün və bizdən də 3-cü qəlpənin sürəti soruşduğu üçün biz bunu yeni yazırıq v. Buradan da deməli 40 m bərabər olur nəyə? mv-yə. Deməli bunu yeni yazıram mv. Burada m-lə ixtisar gedir, qalır v bərabərdir 40 metr bölü saniyə. Deməli 3-cü qəlpənin sürətini tapdıq. Nə qədərdir? 3 metr bölü 40 metr bölü saniyəyə bərabərdir. Deməli 40 metr bölü saniyə bərabərdir. Bu bir. İkincisi, indi bizə bunun sürət vektoru lazım. Yəni hansı istiqamətdə yönədir? Biz bilik ki, bunlar bir-birinə kompensasiya elədir. Yəni V1 və V sürətli olan qəlpələ V2 və V2 sürətli olan qəlpə bir-birini kompensasiya elədi. Yəni impulsları getdi. Qalır bir dənə bu. Biz də bilik ki, əgər bunun sürət vektoru yuxarı istiqamətdəsə və bir dənə bu qalıbsa, deməli bunun sürət vektoru buna eyni istiqamətdə olacaq. Çünki bu axı yuxarıya gedir, axı partlayır. Deməli bunu əgər bir-birini kompensasiya edirsə, bir dənə qalır m3 və m kütləli qəlpə. Ona görə bunun sürət vektoru da bunun eyni istiqamətdə, yəni yuxarı istiqamətdə olacaq. Ona görə m3 və m kütləli cismin sürəti 40 metr bölü saniyə sürətdə şarlı yuxarı istiqamətdə olacaq. Yəni burada cavab olacaq 40 metr bölü başlanğıc, 40 metr bölü saniyə başlanğıc sürətdə şarlı yuxarı hərəkətlər, yəni Y variantı. Bir dənə təkrar izah etmiş olsa, birinci deməli, qəlpəmiz şarlı yuxarı atılır, şarlı yuxarı atılmadı sürət üstü V bərabərdir V0 çıxış şəkli. V0 30'dur, T'dir 2'dir, 2'nin də 10'a vurur, 20, 30'dan 20 çıxanda edir 10 metr bölü saniyə. Bunu buradan tapmış olduq. Sonra biz bilik ki, impulsun saxlama qanunu var, P2 P sona bərabərdir. P2 nə qədərdir? İlkin cismin sürəti vurulsun. Yəni ilkin cismin kütləsi vurulsun onun sürəti. İlkin cismin kütləsi 4m'dir. 4m vuran nəyə? 10 metr bölü saniyə. Niyə 10'a vuran? Çünki biz burada 10 tapmışdıq ona görə. 4m vursun 10 bərabərdir. Deməli sonda isə bunlar, yəni 3 dənə qəlpə. Biz də bilik ki, buradan birdən 2'nin qəlpələrin impulsları bir-birinə bərabər və əks istiqaməti yönəldiyi üçün, çünki birində mənfi 2mv'dir, birində də 2mv'dir. Ona görə bunlar bir-birini kompensasiya və buradan alınır 0. Ancaq m3 və burada da bir dənə qalır m3 bərabərdir m. Ona görə yeni yazıram 0 plus m, yəni 3-cü qəlpənin kütləsi, yəni m'dir, vurulsun v bunun sürəti. Bundan sonra 40 m bərabərdir mv'yə, m-lə də burada ixtisar gedir, qalır v bərabərdir 40. V bərabərdir 40 tapdıq, bu bunun sürətidir. Və biz də bilik ki, bunlar bir kompensasiya, yəni bir dənə bu qalır, bir də bu qalır. Bu sürət vektoru yuxarı istiqamətdə, bununla avtomatik olaraq sürət vektoru yuxarı istiqamətdə olmalıdır. Çünki bu yuxarıya doğru gedirsə, bu da yuxarıya doğru getməlidir. Ona görə 40 metr bölü saniyə sürətdə şarlı yuxarı istiqaməti, yəni burada cavabımız olacaq Y variantı. İndi keçək növbəti sualımıza. İndisi 3-cü sualımızda, yəni 76-cı sualdan davam edir. Kütləsi 1 kg olan cisim 5 metr hündürlükdən şarlı olaraq düşür və yerə dəyərək 4,5 hündürlüğe sıçrayır. Cismin yere verdiği impulsu da hesaplayın. Biz ilk önce burada bize ilk önce burada iki tane hündürlüğü verir. Biri 5 metr, biri 4,5 metr. İndi ilk önce biz burada V1'i yani birinci sürət tapırıq. V1 nədir? V1 cisim 5 metr hündürlükdən yerə dəyən anda onun adı maksimal sürətdir. V1 nəyə bərabərdir? Və biz də bilirik ki, əgər bu cisim sərbəst düşürsə, sərbəst düşmədə sürət kök altı 2GH düşsə hesabdan, yəni yeni yazım 2GH, o da bərabərdir kök altında. 2 var, J nə qədərdir? 10'dur, vurulsun H nə qədərdir? 5'dir. Deməli buradan da hesablayıram. Buradan da hesablayıram. Yəni 2 vurun 20, 20 və 5 100. Deməli kök altı 100'dən nə qədər çıxır? 10 metr çıxmış olur. Deməli buradan tapdıq bu cavabın nə qədərdir? 10 metr. İndi buradan tapırıq V2-ni. V2 nədir? Əgər cisim 5 metr hündürlükdən düşürsə və burada maksimum sürət alıbsa, yenə 4,5 metr hündürlüyə qalxması üçün əldə etdiyi ikinci sürətə, yəni ikinci deməli verdiyi, yəni aldığı sürətə V2 deyirik. V2-ni tapmaq üçün nə edirik? Yenə bu sərbəst düşdüyü kimi yenə qalxır və qalxırsa, deməli yeni kök altı 2GH düzündən biz istifadə edirik. Görüşdünüzmü? Ona görə kök altı 2GH o da bərabərdir 2 vuraq, J nə qədərdir? 10'dur, H nə qədərdir? 4,5. Yeni yazılan 4,5. O da bərabərdir, o da bərabərdir.
Deməli 4-5'e 10'a vuranda 40.5, 40.5'i 2'ye vuranda 81, kök altı 81. İndi kök altı 81'dən çıxın nə qədər? 9. Deməli V1 tapdıq, deməli 10 metr, V2 tapdıq 9 metr. İndi buna hər birine aid impulsa tapsaq, P1 nəyə bərabər? P1 deməli MV1 ilə bərabərdir. Deməli M nə qədərdir? 1 kiloqram şərtdə bizə verir. V1 nə qədərdir? Ve buradan tapmışdıq 10. Deməli yeni yazırıq 10, o da bərabərdir 10. İndi buradan tapırıq P2'ni. P2 nəyə bərabərdir? P2 ilə MV2'ye bərabərdir. Yəni M vuraq V2. V2 nəyə bərabərdir? V2 də 9'a bərabərdir. 1 vuraq 9, o da bərabərdir 9. İndi biz burada şəklimizi bir dənə çəkək. Deməli ki, öncə cisim 5 metr hündürlükdən düşür. 5 metr hündürlükdən düşür. Sonra 4,5 metr hündürlüyə qalxır. 4,5 metr hündürlüyə qalxmış olur. İndi burada 2 dənə impuls var. Birinci cisim yerə düşdüyü üçün, yerə düşən anda süsət vektoru aşağı istiqamətə yönəldir. Elə deyilmi? Deməli, süsətlə də impulsun istiqaməti eyni olduğu üçün impuls aşağı istiqamətə yönəlir. Bu bir. İndi bu bura dəydi. Sonra bu yuxarı qalxır. Yuxarı qalxanda olur. Süsət vektoru yenə yuxarı istiqamətdə və impulsu yuxarı istiqamətə yönəlir. Mən görürəm ki, birinci halda impuls aşağıdır, ikinci halda impuls isə yuxarıdır. Deməli, impulslar qarşılıqlı olaraq əksdir. Biz də bilirik ki, impulslar əks olanda süsətlərdə olduğu kimi, əgər süsətlər əks olanda toplanır, eyni olanda da çıxılır. İmpulsları eyni qaydada, eyni istiqamətdə çıxılır, əks istiqamətdə toplanır. İmpulslar da əks istiqamətdə olduğu üçün biz buna toplayıcı. Yəni P yekün bərabər, yəni yekün impulsu bizə soruşur. Yəni yerə dəyən anda olan impuls bərabərdir. P1 üstə gələk P2. P1 üstə gələk P2. İndi buradan da hesablasaq, P1 nə qədər idi? Biz buradan tapmışdıq. P1 üzrə verib 10. Demək, yeni yazıram 10. 10 plus P2 nə qədərdir? 9. Yeni yazıram 9. 10 onu 9'a hesablayarım nə qədər edir? 19. Deməli cavabımız olacaq 19. Yəni cavabımız olacaq 19. Yəni Y variantı 19 kilogram metr bölü saniyə. Sonra bir dənə təkrar izah eləmiş olsan, birinci bizdən V1 tapırıq. V1 nədir? Cisim 5 metr hündürlükdən yerə düşən anda aldığı maksimal sürət. O da kök altı 2J-H-dır. Yeni də qoyun deyir 10 metr. Sonra tapırıq buradan biz V2. V2 nədir? Cisim 5 metr hündürlükdən düşür. Sonra 4,5 metr hündürlüyə qalxması üçün əldə olunan ikinci sürət, yəni V2. V2'nin də, yəni aldığı ikinci sürət, o da V2'dir. V2 kök altı 2J-H-dır. Buradan hesablayanda edir bizə 9. Sonra V1 uyğun impulsu, yəni P1 hesablayalım, MV1, yəni 1 vuraq 10, 10. Sonra P2 uyğun impulsu hesablayalım, yəni MV2, o da 1 vuraq 9, 9. Sonra buradan şəkil çəkirəm. Görürəm ki, cisim 5 metr hündürlükdən aşağı düşür və 4,5 metr hündürlüyə qalxır. Düşürsə süsət vektoru aşağı, impulsu da aşağı, yuxarı qalxırsa süsət yuxarı, impulsu yuxarı. Mən də görürəm ki, impulslar qarşılığı əksdir. Əks sonradan olur, toplanır. Yəni P1 üstə gəl P2. 10'u 9'u toplayıram. Yəni P1 ilə P2 toplayıram, edir 19. Demək cavabımız olacaq 19. Yəni Y variantı. Belki bu videonu fizikada 7 blok imtahanı hazırlaşan abituriyentler için çektim. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Eğer böyle videoların devamını istəyirsinizsə, videoyu beğenmeyi, kanala abone olmağı ve videoları aşağı yazmayı unutmayın. Növbəti videolarda görüşənədək sizləri çox sevirəm. Sağ olun, salamatçılıqla qalın.